Salamlar, necəsiz? Yeni bir vlog açmaq istədim. Burada uşaqlara toyuğun döşətindən kotlet hazırlayıram. Birazdan məktəbdən gələcəklər. Sizlər necəsiz? Kotletlərin bir hissəsini burada belə bişirmişəm. İkinci hissəsi də bişir. Burada da belə pişməyə davam edir. Deməli, mən ətinə nə vurmuşam? Döşəti, soğan, kartoşka, kök, biraz da göyərti. Hamısını ət maşınından keçirdim. İçinə bir ədəd yumurta, duz, istiot, biraz sarı kök, biraz pul biber, biraz da suxarik əlavə etdim. Qəşəng yoğurdum. Evet, indi də bişirirəm. Çox dadlı oldu. Birinin dadına baxdım. Çox qəşəngdir. İçi yumşaq, sulu, üstü də həfif çıtırdı. Ponçiklərim gəldi məktəbdən. Teknolojiya bax. Avqatı gözləməkdən tərləmişəm. Niyə ki? Kotletlər hazırdır. Yanına da belə yüngül bir salat elədim. Pomidor, xiyar, biraz pendir, quru nanə, sumaq, azca da duz əlavə elədim. Çünki pendir duzludur. Belə dadlı olur. Kotlet də bizə bəsdir. Ətin hamısını bişirmədim. Axşama istəsələr təzə-təzə bişirəcəm. Qızıl güllərim açır. Tomurcuqlayıblar xeyli. Buradakilərdən bir-ikisi açmaq istəyirik. Ne güzeldir. Bu ıspanaqları da həyətimizdən yığdıq indicə. Çəkə bilmədim, qızlar var idi. Həyətdə deməli əkmişdik. Keşniş, şüyüd, ıspanaq. Keşniş, şüyüd tam belə yetişməyib, çıqılı-çıqılı da yığmadım. Amma belə ıspanaq yığdım xeyli. Qəşəng sabah bişirəcəm. Sabahınız xeyir olsun. Uşaqları yola saldım məktəbə. Çox gözəl hava var. Yəni bu mənzərəni kəş canlı görərdinizsə, o qədər gözəl görünür. Belə dağlar. Buradan da istədim evin arxa tərəfini göstərim. Görürsünüz dağların bəzilərində hətta qar belə qalıb. Çox qəşəng mənzərəsi var evin. Dünən həyətdən yığdığım ıspanaqları dedim yuyum, qəşəng kükü bişirərəm yəqin ki. Ya kükü eləyəcəm, ya da ki düyü ilə tərə yeməyi bişirəcəm. Xoş duyurlar uşaqlar. Baxacam da. Bunları da təmizləyəcəm yuyandan sonra. Toxumları var. Əliyə qərar verdim. Tərə bişirəcəm deməli. O adını nə deyirlər, düzü bilmirəm. Çox adam tərə deyir, internetdə falan görürəm, tərə yeməyi deyirlər. Mamam gildə məsəl üçün çılfır deyirdilər, atam gil tərəf, mamam da çılfır deyir demişə. Qaynanam gil pencər deyir, tozlu var da, yəni eşitmişəm ki, pencər yeməyi deyirlər. Ispanağın özünə də pencər deyirlər, yəni elə eşitmişəm onlardan da neçə ildir. Mamam həmişə pişirəndə kartoşka vurur, soğanla qovururdu, sonra düyü vurur. Düyüsünü də əlavə elədim. Birazdan suyunu da tökəcəm. Bir də nə yadıma düşdü? Şəkilli bir rəfiqəm var mənim. Artıq 10 ildir ki tanışıq. Onlar balva deyir buna. Balva. Sadəcə onlar fərqli edir. Elə bir pişirəndən sonra əzirdilər. Ət maşınından keçirdən də görmüşdüm. Maraqlı gəldi. YouTube'da girib baxdım. Ət maşınından keçirdirlər sonra belə. Əzilmiş olur da. Hər bölgə fərqli pişirir. Yemeğimiz hazır.
Bunlar mənim təzə dovşanlarımdır. 2 dənə. İkisi də qaradır. O digər ağ dovşanımızı yəqin ki çaqqal aparıb. Gecə həyətdən səs gəlirdi. Amma uzun müddətdir artıq. 1 ay olar. Sonra bu dovşanları gətirdik. İndi əlimizdən gəldikcə qorumağa çalışırıq. Bunlar da çox şirindir. Amma yanına yaxınlaşmaq olmur. Bizi görən kimi qaçırlar. Yoldaşım gəldi Bakıdan. Dekalivdən 1-2 şey istəmişdim. Onları da alıb birlikdə açaq. Özümə belə bir şey istəmişdim, su içməyə. Böyük. Bu sonra gələndən nəsə su içməyə azaltmışam. Yəni demək olar ki, yadıma düşmür də. Ona görə belə böyük bir şey istədim ki, doldurum tüm günü, yəni gözümün qabağında olsun zada, otaqda, yəni harda olsam gözümün qabağında olsun ki, rahat. Sonra belə bir şey istəmişdim. Bu da yenə trubuçkadır, su falan içməyə, kofe içməyə. Amma bunu ən çox bu yanındakı fırça üçün istəyirdim. Bunların içini rahat yumaq üçün evdə də var. Yəni bunların üçün yumaq çətindir. Bir də belə ürəkli olduğu üçün çox xoşuma gəldi. 2 ədəd belə, yanında da fırçası var. Bir də bundan istəmişdim. Baxın, eləyəndə istifadə etmək üçün belə avodoqudur, qolçağı. Şimdi açaq baxaq. Belə. Belə də var. Bunu da qızıma verərəm. Sonra belə bir şey var. Bu da belə saç yumaq üçün fırçadır. Dəst olaraq deməli 6 manat 90 qəpik. Yəni bunlar hamısı 6 manat 90 qəpik bir yerdə. Bu çöplər 3.90 fırçası ilə bir yerdə. Amma bakalım qiyməti yoxdur, onu bilmədim. Belə Dekalivdən kiçik alış-verişimiz. Mən gedə bilməmişdim. Elə dedim, aldı, gətirdi belə. Bunlar çox xoşuma gəldi. Bir də bunları göstərmək istədim. Bunları mənim mamam alıb göndərib mənim üçün. Sağ olsun. Həmişə nəyə ehtiyacım varsa alır, göndərir. Bunların hamısını Oliviadan alıb. Bunlar 2 ədəd maskadır. Prob üçün alıb ki, əgər xoşum gəlsə növbəti səfər yenə alsın. Bu belə kil maskesidir. Bu belə parça maskadır. Tam dəqiq baxmamışam nə üçündür. Bu əl və bədən üçün kremdir. Bu bir ədəd highlighterdir belə. Bunlar isə SPF-lərdir. 3 ədəd alıbdı. Özü üçün də almışdı. Danışanda yəni dedi ki, çox gözəl kremdir, çox qəşəngdir, yəni bəyənibdi. Ona görə mənə də aldı, göndərdi ki, mən də yoxluyum. 3 ədəd alıb, yəni necə bəyənibsə 3 ədəd alıb. Çox qəşəngdir. Bunlar da Olivia'nın pomadalarıdır. Mən bunları çox bəyənirəm. Mənim özümdə də var. 3 dənə başqa rəngləri var. 2 dənə də bu rəngini alıb göndərib. İndi açıb göstərəcəm bunları da. Yəni Olivia'da bu pomadaları çox bəyənirəm. Pomadaların rəngini sizə göstəreyim. Biri belədir. Bilmirəm, görünür tam dəqiq ya yox. Rəngi çox gözəldir.
Hətta nömrəsini də deyim. Bu 46 nömrəsidir. Bu 30'dur. Bunun da rəngi belədir. İkisi də yəni çox qəşəngdir. Məndə baxın burada belə 3 dənə rəngi yenə var. Bunları da göstərim. Məndə olanlar isə 133, ən sevdiyim budur. 28 və 80. Bu ikisi də çox qəşəng rəngi var, amma mənim rəngimə uymur. Mən biraz qara buğdayıyam. Bu mənə uymur. Biraz istifadə eləmişəm, amma qalıb. Rəngi yəni çox qəşəngdir. Sadəcə mənim dəri rəngimə uymur. Yəni bəyənə bilmirəm özümdə. Bir də belədir, açıq rəng. Mənə yaraşan 133 nömrəsidir bu rəng. Bunu artıq bitirmişəm. Yəni bu rəngi çox sevirəm. Mənə də çox qəşəng yaraşır və bu indi yeni aldığı 2 rəngi çox bəyəndim. Yəni tam mənim rənglərimdir. Teksturası çox qəşəngdir. Yapış-yapış olmur. Yəni çox qəşəng qalır da dodaqda. Highlighter'ın da parıltısını göstəreyim. Belə. Bunu bəyəndim. Bir də Trendyoldan bu ətirləri aldım. Rəfiqəmin tövsiyəsi üstünə aldım. Bunu özümə, bunu yoldaşıma. Dediyinə görə bu Bombshell'in ətrini verirmiş. Amma tam olaraq onu hiss eləmədim. Düzdür, ətri pis deyil. Yəni qaldıqca açılır, qəşəng olur. Amma yəni Bombshell deyil. Bu da belə kişi ətridir. Bu da qəşəng qoxusu var. Yəni çox qalıcı olduğuna inanmıram. Çünki bir-iki dəfə istifadə elədik yoxlamaq üçün. Yəni qalıcı deyil. Amma ətri qəşəngdir. Elə belə gündəliyə istifadə eləmək olar.